Deməli, bizim xalq 10 milyondan ibarətdir. Bunun bir yarısını çıxsaq ki, yerdə qocası, uşağı, qadını çıxsaq ki, hansı ki bu kontingentə aiddir. Yerdə 5 milyon qalır. O 5 milyonda 3 milyon, 4 milyon baxışımız olur bizim YouTube'da. Bəs bu 3 milyon, 4 milyon deyirsiniz ki, xalq seçimini eləyib içində bəzi kütlələr. Bu 3 milyon, 4 milyondurmu bəzi kütlə? Bu axı bəzi ola bilməz. Bu yetəri qədər ciddi saydır. Mənim sizinlə bayaqları Akşin bəyə də söylədim ki, razılaşdığım şeylər var. Siz meyxananı yoxa çıxartmaq istəyirsiniz. Bu bilirsiniz necə ola bilər? Gərək 10 milyon adamın 10 milyonu da kontrol ola ki, meyxana yoxa çıxsın. Olacaq. Olmayacaq. Olmayacaq. Siz deyirsiniz ki, bu bir xərçəngidir. Bu xərçəngdir, ola bilsin bunun içində xəstəliyi var və bu müalicə oluna biləcək xəstəlikdir. Bunu kəsib atmaq olmaz. Bunu amputasiya eləmək mümkün deyil. Siz bunu amputasiya eləmək üçün çox böyük bir 4 milyon, 5 milyon insanın beyninə format verilməlidir. Siz bunu amputasiya eləyə bilməzsiniz. Və bu günləri biz burada Baba Qədirli var, Kamran Abdullayev var. Siz onları tanımırsınız. Mənim sizlə biraz qiyabi tanışlığım var. Biz ara sıra bir iki dəfə bir-birimizə yazmışıq. Yəni mən sizə yazmışam. Hətta sizi istəyirəm dəvət edin, biz bir dəfə görüşək. Necəsə bu alınmadı. Amma mütləq bir gün mən sizlə şəxsən də görüşəcəm. Və indi də görüşmüsünüz? Yox, bu konfidensial görüş başqadır, bu başqadır. Bugün bura gələn gənclər, mənlə bir yerdə olan gənclər, meyxananın yeni generasiyasıdır. Nə sizin dediyiniz kriminal dünyaya aiddirlər və ya hər hansısa bir o təbliğlə məşğuldurlar. Hər hansısa bir qeyri-legal maddənin adını çəkər, toyda nəsə eləyər və hər hansısa bir şiddəti təmsil eləməyən uşaqlardılar. Mənim sizlə söhbət eləmək istədiyim şey ondadır ki, bunu biz mən onu düzəltmək istəyən adamam. Siz də düzəltmək istəyən adamsınız, mən də düzəltmək istəyən adamam. Siz vəziyyəti düzəltmək istəyirsiniz, mən mövcud olan bir aparatın daha yaxşı işləməyinə, 9-6 məsələsidir də elə bil ki. Siz oradan baxırsınız 9 oxuyursunuz, mən buradan baxıram 6 oxuyuram. Burada fərq ondadır ki, bu 6-nı yerə mən çəkmişəm, bu 6-dır. Təkmilləşdirməyə çalışırsınız. Gördüyünüz yeri, pəncərəni dəyişsəz, siz də mənə kömək eləyə bilərsiniz onu düzəltməkdə. Yanaşmanı dəyişmək lazımdır deməksiniz. Siz kompromisə getmirsiniz ümumiyyətlə meyxana ilə. Yəni siz meyxana ümumiyyətlə kompromisə getmirsiniz. Mənim deməyim bilirsiniz nə idi? Yəni biz bunu bir yerdə müalicə eləyə bilərik. Hər hansısa bir fikir bölüşə bilərik, fikir paylaşa bilərik. Tural bəy, gəlin bu həqiqətdir ki, meyxana deyənlərə sizdən qat-qat çox qulaq asırlar və daha çox tanıyırlar. Bu nəyi dəyişir? Yox, nəyi dəyişirlər məsələsidir. O deyir ki, peşəkar adam düşdüyü vəziyyəti öz xeyrinə dəyişən adamdır. Sizdən daha çox tanıyırlar meyxana deyəni. Artıq bu vəziyyət yaranır, bu hadisə var. Yəni siz buna qəza kimi baxa bilərsiniz. Mən meyxananı sevirəm. Yəni mənim kimliyim meyxanadadır. Necə baxırsınız siz? Biz bu vəziyyəti daha yaxşıya dəyişə bilərik. Bəli, mən sizlə razıyam. Mənim öz bu dəqiqə dostlarım da izləyir. Mən meyxana deyənlər arasında da bu mövqeydəyəm ki, bu kimi şeylərdən qaçmaq lazımdır. Daha məsələn, poetik şey bacarırsansa denən, 20 saniyə, 30 saniyə bacarırsansa denən. Deyə bilmirsənsə də poetik 20 saniyə nəyinsə alınmırsa da, təbliğ elədiyin şeyi birinci bax ki, sən onu özünə rəva bilirsənmi? Öz övladına rəva bilirsənmi?